Qələbədə əgər əmin deyilsə, müharibə gedər. Deməli, bu sözü hələ xeyli bundan əvvəl hərb nəzəriyyəsinin banilərindən olan Otto, daha sonra Karl von Clausewitz deyir. Və həqiqətən də bu mətləbin arxasında çox dərin həqiqətlərdir. Çünki ilk növbədə maddi baza gərək güclü olsun müharibə etmək istəyən ölkədə. Digər tərəfdən onun silah-sursatı gərək tələblərə cavab versin. Cəmiyyətinin psixoloji vəziyyəti gərək yüksək səviyyədə olsun və həm də o gərək anlasın ki, nəyə görə müharibəyə qatılır. Və biz dəfələrlə tarixdən də bilirik ki, bir çox hallarda birinci müharibəni başlayanlar sonradan məğlub olurlar. Bəli, əvvəlcən əminlik olur, özlərinə inanırlar, sonra ambisiyalar aşıb daşır və nəhayət proses başladıqdan sonra görürlər ki, xeyr, deyəsən, birincisi onlar qarşı tərəfin imkanlarını düzgün qiymətləndirməyiblər, digər tərəfdən isə özlərini çox üstün bir tərzdə təsəvvür ediblər. Və təbii ki, müharibələr bir çox suallara da cavab verir. Çünki proses əsnasında yeni qabiliyyətlər, yeni bacarıq və imkanlar da ortaya çıxır. İndi Rusiya ilə Ukrayna arasında gedən qarşıdurmada isə çox mürəkkəb bir vəziyyət formalaşır. Bu, həm diplomatik tərəfə də aiddir, digər tərəfdən də döyüşlərin gedişatına da sirayət edir. Çünki birincisi, bir çox ölkələr, prosesə maraq göstərən tərəflər öz müdaxilələri ilə vəziyyəti bir qədər də çaşqın edirlər, mürəkkəb edirlər. Digər tərəfdən isə ortaq bir mexanizm tapa bilmirlər ki, ya müharibəni dayandırsınlar, ya da ki, ona bir üstünlük gətirsinlər ki, proses tezliklə bitsin. Hər halda hələ ki, sualların sayı çoxdur və nəhayət Ukraynanın maddi vəziyyəti indi gündəmdədir. Elə bir çox intriqalarda bax bu ətrafda bu məsələnin üzərində baş verir. Salam, axşamınız xeyir, hörmətli tamaşaçılar. Bilirsiniz ki, bugün artıq Avropa İttifaqının növbəti samiti başlayıb və bu samit deyilənə görə 2 gün keçməli idi, 18 və 19 dekabrın. Ancaq Antonio Costa bildirib ki, 3 gündə işləyə bilər bu samit. Çünki demək, Rusiyanın artıq dondurulmuş aktivlərinin müqəddəratı bu məsələni artıq mərkəzi bir gündəliyin bəndinə çevrilir. Və burada da yeklilik yoxdur. Çox ölkələr bildirirlər ki, bunu etmək olmaz. Yəni, Rusiyanın pullarına dəymək olmaz. O cümlədən də Belçika banklarında artıq saxlanılan bu aktivlər həm də Belçika hökumətinin tərəfindən özünə məxsus tərzdə bir müdafiə olunur. Bu gün biz bu məsələyə toxunacağıq və təbii ki, çox maraqlı bir dönüşdür və digər tərəfdən də hələ dünya praktikasında belə bir president olmayıb. İndi əgər olarsa, o nəyi dəyişəcək? Müzakirəmizin iştirakçıları Milli Məclisin deputatı Azər Allahverənov, Siyasi və Hüquqi Araşdırma Mərkəzinin rəhbəri Xəyal Bəşirov və siyasi şərhçi Rufiz Qonağov. Mən sizi salamlayıram, hörmətli qonaqlar. Həqiqətən də çox mürəkkəb vəziyyət formalaşıb və indiki bu məsələnin ətrafında çox gərgin, qızğın diskussiyalar gedir və əlbəttə ki, həmişə olduğu kimi belə vəziyyətlərdə bir nəfər o belə deyək, üstünlüyü, estafeti ələ alır ki, prosesə təkan versin. Bax, bu rolda bu günləri Almaniyanın kansleri Friedrich Merz iştirak eləyir və o çox fəaldır və ciddi cəhlə çalışır ki, Rusiyanın aktivləri istifadə olunsun. Azər müəllim, bax, bu məsələ həqiqətən də ilk baxışdan bəlkə də sadə görünə bilər, amma çox mürəkkəb məsələdir. Çünki faktiki olaraq belə bir gediş olmayıb indiyə qədər. Hətta nasist Almaniyası ötən əsrin ortalarında müharibədə artıq məğlub olanda hətta onların aktivlərinə dəymək məsləhət görülməmişdi. Hətta Amerika tərəfindən, İngiltərə tərəfindən, Sovet İttifaqı tərəfindən. Amma indi isə Rusiyaya qarşı bax bu məsələni tətbiq eləmək istəyirlər. Əgər bu baş verərsə, bu nəyi dəyişəcək? Yəni, birincisi, qüvvələr nisbətində bu təsir göstərə biləcək, yoxsa yox. Digər tərəfdən bunun geosiyasi aspektləri var məsələnin. Çünki çox, mən deyərdim, həssas bir gedişdir bu. İndi kim onu ilk dəfə təklif edib, bu başqa məsələdir. Amma indi, bayaq dediyim kimi, Friedrich Merz çox ürəkdən çalışır ki, bu məsələ hansına. Hətta o öz işçi qrafikinə əlavələr, dəyişikliklər edərək
Brüsselə getdi. Bata və Weberlə görüşdü baş nazirlə Belçikada və hələ ki məsələ açıq qalıb. Bax, nəyi bu dəyişə biləcək? Tofiq müəllim, çox maraqlı bir nüans nədən ibarətdir? Ümumiyyətlə, şübhəsiz ki, bu bir prezident ola bilər, əgər baş verərsə və təbii ki, bu prezident əslində onsuz da zəif olan və bəzi məsələlərdə hətta işlək olmayan bir beynəlxalq hüquqa növbəti bir zərbə ola bilər. Çünki beynəlxalq hüququn təməl prinsiplərinə zidd olan bir proses baş verə bilər. Beynəlxalq münasibətlər sistemində adətən beynəlxalq hüquq barədə danışanda bir neçə prezidentləri xatırlayırlar. O cümlədən də Azərbaycan keysinə də baxırlar, bizim münaqişəyə baxırlar və həqiqətən də burada da yenə beynəlxalq hüququn biz zəifliyini gördük. Sadəcə olaraq Azərbaycan gücü hesabına, Azərbaycan rəşadətli ordusu hesabına o beynəlxalq hüququn təməl prinsipləri təmin olundu. Bəli, biz onları pozmadıq. Pozmadan biz sanki beynəlxalq hüquqa xüsusi bir status vermiş olduq. Yəni öz davranışımızla. Yəni ona nəfəs verdik də. Nəfəs Çünki verdik. hamı deyir ki, beynəlxalq hüquq işləmir, amma biz ona istinad elədik və onu gücləndirdik. Bəli. Bizim də ən güclü tərəfimiz həm də bu idi. Yəni 2-3 amil var idi. Siz bir qədər əvvəl dediniz ki, müharibəyə başlamaq, qələbəyə əmin deyilsən və digər məsələlər. Yəni biz bütün bunların hamısına nəticə çıxardaraq nəticə etibarilə beynəlxalq hüququn təməl prinsiplərinin təmin olunmasına nail olduq. İndi keçək bilavasitə həmin o dondurulmuş vəsaitlər məsələsinə. Bəli, Berlində keçirilmiş son görüşlər bu görüşdən öncəsi, Avropa samitinin öncə, bəli. Faktiki olaraq bu mövzu ətrafında müzakirələr aparıldı və Mersin də razılığı orada əldə olunmuşdu nəticə etibarilə. Və bundan sonraki proseslər onu göstərdi ki, Belçika çox kəskin şəkildə bunun əleyhinə çıxır. Çünki real olaraq əgər bu baş verərsə sizin sualınıza gəlirəm ki, nə ola bilər? Üzr istəyirəm, yəni Belçika öz məsuliyyətini hiss edir. Bunun üzərinə qala bilər bu məsələ. Və Belçikada çox gözəl başa düşür ki, hədəf olur belə bir vəziyyətdə. Çünki Belçikaya qarşı qaldırılacaq məhkəmə iddiaları və digər məsələlər Belçika hökumətinə onsuz da ölkədə ağır vəziyyət, yəni deyilən kimi də deyil. Məsələ vəziyyət olduqca ağırdır, gərginlik var, ictimai-siyasi mühitdə də bu var. Bu mövzu üzərindən. Yəni, sırf bundan söhbət gedir bu məsələ ilə bağlı və nəticə etibarilə əgər belə bir məhkəmə iddiaları ilə üzrə qalarsa, Belçika ola bilər ki, bunun altından da çıxa bilməsin. Çünki həqiqətən böyük vəsaitdən söhbət gedir. Amma burada bir nüans, məndə belə bir təəssürat formalaşdı. İstəyirəm, mən onu mütləq deyim, dilə gətirəm. Baxın, bu dərhal Donald Trump'ın planından sonra və onun ətrafında gedən müzakirələrdən sonra gündəmə gəldi. Nə üçün məhz indi gündəmə gəldi? Ona qədər nəsə deyirdilər, yox, burada tabu var, buna əl vurmaq olmaz, bu dondurulmuş olaraq qalmalıdır, kimsə harısı nəsə ki. Amma yox, indi isə daha aktiv şəkildə bunun ətrafında bir müzakirələr aparıldı. Mənə elə gəldi ki, burada bir informasiya fonu yaradılır ki, eyni zamanda Rusiyaya qarşı bir təzyiq elementi kimi də istifadə olunsun. Yəni ki, bir növ belə deyək də, buna maliyyə şantajı deyək və ya siyasi şantaj deyək ki, yəni ki, əgər siz, fərzə Rusiya tərəfi, plan ətrafında hər hansı bir belə deyək, konstruktiv bir mövqe sərgiləməsə, yəni kəskin şəkildə razılığa olmayan müddaları önə çəkib, razılaşdığı müddaları görməzdən gələrsə, onda buna qarşı, həmən bu elementdən istifadə edə bilər. Bu qərbin bir növ əslində onlar istəyirlər ki, Rusiyanı vadar etsin. Bəli, vadar etsin. Bəli. Həmən bu şantaj elementi, bu təzyiq elementidir. Mən bunu belə hiss eləyirəm. Bəlkə ola bilər ki, burada pərdə arxası başqa bir proseslərdə geçsin. Bir də məsələnin ikinci bir tərəfi var. Əgər baş verərsə, bu necə baş verə bilər? Fərz elə, söhbət 300 milyardın hansı bir hissəsinin, yanınıza düşür bir vaxtı, bir neçə gün bundan qabaq bir informasiyasızdır. 100 milyardını belə xərcləyək, 100 milyardını elə xərcləyək. 2 ilə nəzərdə tutulur ümumiyyətlə bu aktivlərin istifadəsi və hətta adını qoyublar ki, bu reparasiya krediti kimi verilməlidir. Amma ki, burada başqa bir vacib bir element də var. Onun da üzərində müzakirələr mənə elə gəlir ki, Avropa samitində aparılacaqdır. O 300 milyarddan əldə olunan gəlirin deməli, Ukraynaya verilməsi məsələsi gündəmə gələ bilər. Üzr istəyirəm, yəni onlar deyirlər ki, biz bunu müzakirə edirik. Söhbət nədən gedir? Söhbət ondan gedir ki, bunlar deyirlər, güya müharibə bitəndən sonra onsuz da Rusiya Ukraynaya reparasiya verməlidir, ödəməlidir.
Biz bugün bu vəsaiti verək, sonra reparasiya əvəzlənmiş kimi belə. Yəni bax, mənə elə gəlir ki, bu ikinci element Avropa samitində daha çox müzakirə olacaq. Çünki birinci məqam 300 milyardın xərcləməsinə və ya bir hissəsi xərcləməsinə söhbət gedə bilməz. Çünki Belçika hökumətinin bununla bağlı kəskin mövqeyi yeri gəlmişkən Almaniyanı siz qeyd elədiniz. Bəli, Mersin mövqeyi bəllidir, amma Merz Almaniyanı təmsil etsə də belə Almaniyanın içində müəyyən siyasi qüvvələr var ki, bunun əleyhinə çıxırlar. Orada əsas hətta bu əleyhinə mövzu üzərindən Merzə qarşı bir kampaniya aparırlar. Bəli, onun əleyhinə çıxan əsasən Almaniya üçün alternativ partiyasıdır. Bəli. Yəni, o digərləri XDS-dir, XSS-dir, onlar hamısı razılıq verirlər. Hətta sosial demokratlar da, yaşıllar hətta artıq razılıq veriblər. Amma əslində Mersin özü üçün bu iki başlı məsələdir. Yəni əgər bu keçərsə, Mers istədiyinə nail olarsa, yəqin ki, onun güclənəcək, onun mövqeyi güclənəcək. Amma bu alınmasa isə, əksinə mövqeyi zəifləyir və istifaya da göndərilir. Hətta siyasi fiyasko ilə üzləşə bilər. Bəli, çox yəni qəliz məsələdir. Yəni daha çox mən ikinci variantın baş verəcəyini düşünürəm. Ki, alınmayacaq. 300 milyarda əl vurmurlar, amma ondan gələn gəlirin yönləndirirlər reparasiya əvəzi kimi. Bax, bu mexanizm barədə fikirlər yəqin ki, müzakirələr aparılacaqdır. Xəlil müəllim, beynəlxalq hüquq bu barədə nə deyir? Ümumiyyətlə, onun münasibəti necə ola bilər? Yəni, hüquqi baxımdan əgər biz buna yanaşırıqsa, faktiki olaraq, bu düzdür, düz deyil, yəni əlahidə bir məsələdir, ya bir istisnadır. Ümumiyyətlə, bu məqbul sayıla bilər, yoxsa yox? Bax, bu gediş. Hüquq nöqteyi nəzərindən. Tofiq müəllim, müharibə siyasətin fərqli formada davamıdır. Onu da sizin dediyiniz o Karl von Clausewitz deyib, dediyiniz müəllif deyib. Əslində bu Rusiya-Ukrayna müharibəsi qaçılmaz bir müharibə deyildi. Mustafa Kemal Atatürk, Türkiyə Cümhuriyyətinin banisi qeyd etmişdi ki, məcburi müharibədən başqa bütün müharibələr cinayətdir, ağır cinayətdir. Məsələn, Azərbaycanın nümunəsində götürək, Azərbaycanın apardığı müharibə məcburi müharibədir. Onun nəticələri də göstərdi ki, biz düzgün yoldaydıq. Həm də ədalətli müharibə idi. Bəli, ədalətli müharibə idi. Amma Rusiya-Ukrayna müharibəsi mən düşünürəm ki, həm Rusiya üçün, həm də Ukrayna üçün yəni qaçılmaz müharibə deyildi. Amma çox təəssüflər olsun ki, onlar bu hiləyə düşdülər və vəziyyət bu yerə gətirib çıxarıb ki, artıq birinin taleyini digərləri həll edir, digərində resurslarını, taleyini digərləri qərar verməyə çalışır. Söhbət Rusiyanın dondurulmuş aktivlərindən gedir və o aktivlərlə bağlı sizin diqqətinizə, tamaşaçıların diqqətinə çatdırın. Bugünkü müzakirələrin nəticəsi kimi sizin dediyiniz mövqedən biraz fərqli mövqe tutub Merz. Baxın, orada artıq Rusiyanın istədiyi parçalanma, mövqe parçalanması baş verib. Orada biz nəzərə alaq ki, söhbət 200 təxminən 10 milyard avroluq məbləğdən gedir. Bu 300 milyard dollardan artıq deməli vəsait deməkdir. Bunun 193 milyardı Belçikada yerləşir və Euroclear deyilən bir şirkətlə Rusiyanın işbirliyindən yaranmış və ora sanki belə deyim də bir kassadır. O kassaya Rusiya öz valyutasını yerləşdirib. Əsas sahib kimin? Rusiya bankı. Bəli. İdarə etmə onların əlindədir, amma Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra artıq bəli dondurulub və tam Rusiya dövlətinə məxsus olan vəsaitlərdir və ondan başqa digər dövlətlərdə də var. Baxın, Lüksemburqda da var, Britaniyada da var, Fransada da var, İsveçrədə də var, Amerika Birləşmiş Ştatlarında, Kanadada, Yaponiyada da var. Amma onlarda məbləğlər təxminən 10 milyard avro civarındadır. Amma əsas məbləğ 193 milyard deməli Belçikadadır və burada Belçikanın cəmfəşanlığını da anlamaq olur. Baxın, Avropa İttifaqının daxilində dövlətlər artıq 3 yerə bölünür. Bugünkü müzakirələrin nəticələri hələ ki, belədir ki, bu məsələdə Polşa, Çex Respublikası, Latviya, Litva, Estoniya, Finlandiya birmənalı şəkildə Rusiyanın dondurulmuş vəsaitlərinin Ukrayna ilə bağlı xərclənməsindən tərəfdardılar. Onlar bunu birmənalı şəkildə təkid edirlər. Macarıstan yox. Bəli, amma Macarıstan, Slovakiya, Avstriya və Belçika. Bunlar birmənalı bu prosesə qarşıdırlar. Nə vəsaitlərin özlərinin, nə onlardan gələn faizlərin xərclənməsindən yana deyirlər. Bunu beynəlxalq hüquqa daban-dabana zidd hesab edirlər. Digərləri isə Almaniya, Fransa, İspaniya, İtaliya və Hollandiya isə həmin o gəlirlərin, faizlərin Ukraynaya yönləndirilməsinin, amma əsas vəsaitlərin qeyri-müəyyən müddətə dondurulmasının tərəfdarıdır. Amma burada söhbət nədən gedir? Belçikanın canfəşanlığı əslində təkcə beynəlxalq hüquqla bağlı deyil. Belçika dövləti burada əsas o vəsaitlərin olduğu dövlətdir və Belçika bilir ki, bu məsələdə əgər o qərar versə, hansı ki, baxın, Avropa İttifaqının özünün mahiyyətinə və məzmununa zidd bir addımdır. Nəyə görə?
Ursula von der Leyen Avropa Komissiyasının prezidenti kimi qərar verir ki, heç bir səsə qoymadan, səsə qoyulmadan, müzakirələr aparılmadan, hansı ki o qərarın məsuliyyəti bütün 27 dövlətin hamısının üzərində. Amma bu özü qərar verir ki, o vəsaitlər sərf olunsun. Bax, o dövlətlər hansılar ki buna qarşıdırlar, eyni zamanda faizlərin yönləndirilməsindən tərəfdardırlar, onlar təkid ediblər ki, bu müzakirələrə çıxarılsın. Və qeyd edirlər ki, əgər bunun məsuliyyətini ayrı-ayrı dövlətlər daşıyacaqsa gələcəkdə, Ursula von der Leyen necə buna qərar verə bilər? Və Belçika dövləti deyir ki, mən gələcəkdə öz seçicim qarşısında, o sizin dediyiniz Bart de Wever qeyd edir ki, mən öz seçicim qarşısında, öz vergi ödəyicim qarşısında gələcəkdə bunun cavabını verə bilməyəcəm. Və əgər bu Ukraynaya yardıma yönləndirilirsə, bu Belçikanın daxili qanunvericiliyin, daxili hüququnun pozulmasıdır, kobud şəkildə pozulmasıdır. Baxın, Tofiq müəllim, heç 2-ci Dünya müharibəsində də belə bir president olmayıb. Üzr istəyirəm, Xəyal müəllim, siz məhz Ursula von der Leyenin sözlərində deyirdiniz, bax burada var. Bəli. Avropa İttifaqının Şurasının son məqsədi Ukrayna üçün sülhdür. Bununla bağlı növbəti 2 il üzrə, 26-27-ci illər üzrə maliyyələşdirilmənin təmin edilməsi lazımdır. Bu məsələ üçün təklif olunan 2 variantdan birgə borc hesabına maliyyələşdirilmə və təzminat krediti, hansının istifadə edəcəyimiz barədə fikir mübadiləsi aparacaq. Bu intensiv müzakirə olacaq. Mənim üçün vacib olan odur ki, sonda Ukrayna üçün maliyyələşdirməni təmin edək. Söhbət 137 milyard avrodan gedir. Bu bizim və Beynəlxalq Valyuta Fondunun qiymətləndirilməsidir. Biz bu məbləğin təqribən 3də 2-sini və ya 90 milyard avronu qarşılayacağımıza dair öhdəlik götürmüşük. Yəni öhdəlik götürmüşsə, deməli siz bunu etməlisiniz. Tofiq müəllim, Avropa Komissiyasının prezidenti Ursula von der Leyenin ifadələrdə siz səsləndirdiniz. Bu şəxs Avropada heç bir dövlətin seçicisi qarşısında məsuliyyət daşımır. Bu Avropa Komissiyasının prezidenti daha doğrusu Avropa İttifaqının üzv dövlətlər tərəfindən seçilmiş bir şəxsdir və bunun o məsuliyyəti olmadığına və Belçika baş nazirinin məsuliyyəti, hökumətinin məsuliyyəti olduğuna görə o bu qədər canfəşanlıq edir və açıq şəkildə bildirirlər ki, heç 2-ci Dünya müharibəsində faşizmlə mübarizədə belə bu addımlar, belə bir prezident olmayıb, belə addımlar atılmayıb və təsəvvür edin ki, bu addımı kimə görə atırlar? Heç Avropa İttifaqına üzv olmayan bir dövlətə görə. Çünki Ukrayna hələ ki Avropa İttifaqının üzvü deyil və Avropa İttifaqına üzv olmayan bir dövlətə görə bu addımın atılması onsuz da Rusiya-Ukrayna müharibəsinin fonunda NATO'da mövcud olan o parçalanma, fikir ayrılığı ciddidir artıq NATO'da və NATO ilə bağlı artıq dövlətlərdə təhlükəsizlik qarantiyası yoxdur. Onsuz da müdafiə təhlükəsizliyi darmadağın olmuş Avropanın həm də iqtisadi təhlükəsizliyində haçalanma yaratmaq, parçalanma yaratmaq həmin o dövlətləri ciddi şəkildə narahat edir və onlar düşünürlər ki, onsuz da NATO'nun Rusiya ilə müharibənin fonunda, NATO'nun onsuz da gücsüzlüyü göründü, canlı qüvvəsi yoxdur, Ukraynaya o qədər dəstək verə bilmir və yaxud vermir ki, Rusiyanı müharibədə məğlub etsin. Bunun fonunda həm də biz öz iqtisadi təhlükəsizliyimizə xələl gətirəcək addımlar ataq, gələcəkdə bizə heç kim investisiya yatırmayacaq, bizim banklarımıza heç kim öz resurslarını yerləşdirməyəcək. Bax, bu özlüyündə çox ciddi bir problemdir. Və həm də riskləri daşıyır özündə. Bəli. Çox böyük riskləri daşıyır. Bilirsiniz, burada məsələ həm də nədən gedir? Məsələ ondan gedir ki, Ukraynanı müharibəyə sürükləyən düzdür. Burada işğalçı Rusiyadır. Bunu heç kəs inkar edə bilməz. Amma Ukraynanı müharibəyə hazırlayırdı kim? Qərb, xüsusilə də Avropa ölkələri. Britaniya idi, Almaniya idi, hətta nə bilim Hollandiya, Niderland daha doğrusu, Litva, Polşa, bunlar xüsusi dəstələri hazırlayırdılar və onların batalyonlarından deməli, bu ölkələrin hamısının təlimatçıları işləyir. Öyle bugünə qədər də gedir də. Bəli, yəni bunlar indi o özlərinin ki, belə deyək də, boyunlarına almadığı günahı görərək, hiss edərək, indi çalışırlar artıq elə bir variantı seçsinlər ki, Ukrayna deməsin, siz bizi müharibəyə atdınız, sürüklədiniz, amma indi keçirsiniz kənara. Bunlar hətta yəni nümayişgəranda bu prosesləri... Tofiq müəllim, baxın, Avropa İttifaqının üzv dövlətlərin haqları var ki, Avropa İttifaqına üzv olmayan bir dövlətə görə biz niyə Rusiyanın dondurulmuş aktivlərini sərf eləyək Ukraynaya? Sonra onun cavabdehi kimi biz qalaq, Avropa İttifaqı qalsın və təbii ki, baxın, hər vəslə Avropa İttifaqı üzv dövlətlər deyirlər ki, biz müharibənin tərəfi deyilik.
hər vəchlə bu 4 ilə yaxın bir müddət ərzində deyirlər ki, biz müharibənin tərəfi deyilik, bir Ukraynaya yardım göstərir. Amma Avropa İttifaqının ürəyində yerləşən Ukraynada baş verən bu proseslərdən sonra həmin o aktivlərin istifadə edilməsi, onlarla bağlı Rusiyanın iradəsi olmadan qərar verilməsi açıq şəkildə rəsmi olaraq onu təsdiq edəcək ki, Avropa İttifaqı bu 4 il ərzində müharibənin tərəfi olub. Bəli, Avropa İttifaqı indi özü haqqında daha çox düşünür. Çünki onların bu prosesdə bilavasitə iştirakları, əlləri var. Bəli. Və çalışırlar göstərsinlər ki, güya bunlar Ukraynanın təsvibini çəkirlər. Burada Tofiq bir incə məqam da nədən ibarətdir? Onlar öz pullarını xərcləmək istəmir. İstəmirlər əlbəttə. Söhbət bundan gedir. Öz pulları var ki. Elə məsələ ondadır da. Yoxdur pulları yoxdur, öhdəlik götürürlər 90 milyar. MERS demək 10 il bundan əvvəl Avropanın birinci iqtisadiyyatı idi. Bəli, amma indi görün nə qədər düşdü. Bəli, elə bax o pul olmadığı üçün onlar pulu Rusiyanın aktivləri hesabına əldə eləmək. Yox, üzr istəyirəm, 10 il yox, müharibəyə qədər. Yəni 2022-ci illə qədər Avropada birinci iqtisadiyyat Almaniyanın iqtisadiyyatı. Yox, orada məsələ bundadır ki, bir qədər əvvəl Xəyal müəllim iqtisadi böhran barədə danışdı. Elə siyasi böhran da faktiki olaraq açıq-aşkar özünü göstərməkdədir. Həmin o siz dediyiniz 3 tərəfə, 3 düşərgəyə bölünməsi həm də siyasi müstəvidə faktiki olaraq özünü göstərir. Misal üçün, o sadaladığımız ölkələr, hansılar ki, ümumiyyətlə istənilən halda aktivlərin tərəfdarı, istifadə olunmasının tərəfdarıdır. Onlar ikinci kaqortaya aid olunan dövlətlərdir. Macarıstan və digərlər. Hansıların ki, rəsmi Brüssel görməzdən gəlirdi. Dünənə qədər. Çox belə və bir də burada incə məqam nədən ibarətdir? Baxın, Avropa samiti Antonio Costa nə üçün deyir? 3 gün. Çünki bu elə bir mövzudur ki, burada konsensus olmalıdır. Konsensus olmadan yəni hər hansı bir qərar verilə bilməz. Ona görə də bunlar artıq 3 günü dilə gətirirlər ki, yəni ki, bir qədər də prosesi uzatsınlar. Bəlkə də ola bilsin ki, bir müəyyən bir o bəlkə də o dirəşənləri çərrətsinlər ki, onlar artıq razılıq versinlər ki, biz də başqa cürə şantaj eləməyə cəhd edirlər. Necə ki, Macarıstanı vaxtilə şantaj edir. Rufiz müəllim, Kiyevin səsi eşidilmir. Ümumiyyətlə Zelenski nə deyir? Yəni Zelenskinin özünün münasibəti var və o da Belçikaya getdi, səfər elədi. Faktiki olaraq mesaj da göndərdi. İndi onun mövqeyi nəzərə alınır, yoxsa yox? Yəni, söhbət elə Ukraynanın üzərindədir. Deməli, efirdə elə bununla bağlı Zelenskinin bax, yanaşmasını biz indi maliyyə yardımı almalıyıq. 2026-cı ilin yazına qədər Avropa İttifaqından maliyyə yardımı almalıyıq. Əgər müvafiq tranş alınmazsa, Ukraynada dronların istehsalı dəfələrlə azalacaq. Ukraynanın tərəfdaşları ölkəyə maliyyə yardımı ilə bağlı yekun qərarı 2025-ci ilin sonuna qədər qəbul edə bilərlər. Elə bilərlər, amma edəcəklərmi, etməyəcəklərmi? Bu ikinci məsələ. Tofiq müəllim, bu onu göstərir ki, əslində qeyd etdiyiniz kimi Vladimir Zelenski bu birinci mesajı deyil, birinci müraciəti deyil. Avropaya dəfələrlə müraciətlər eləyir və hətta bildirir ki, kömək etsinlər bu durumda, Ukraynanı tək qoymasınlar. Təbii ki, biz görürük ki, İndi bəyanatlarda, hansısa bu kimi aktivlərlə bağlı məsələlərdə sanki elə görünür ki, Ukrayna tək deyilmiş kimi deməli, hərəkət edirlər. Amma faktik olaraq bu günləri biz görürük ki, Ukrayna təklənmiş bir vəziyyətdədir. Və ona görə də ABŞ tərəfindən də məhz sonuncu dəfə sülh sazişi, sülh prosesi ilə bağlı təklif olunmuş o layihə ki var idi. Orada da əslində bu aktivlərlə bağlı müəyyən bir fikir var idi. Və əsas məqsəd ondan ibarət idi ki, deməli, bu dondurulsun və yaxud da ki, ondan sonra bu deməli, Ukraynaya sərf olunsun, Rusiya maliyyələşdirsin. Necə ki, dağıdıb bütün Ukraynanın şəhərlərini viran qoyub. Təbii ki, bu məsələ də bu günləri çox dünya üçün vacib məsələdir. O cümlədən də Rusiya üçün də, Ukrayna üçün də əslində mən düşünmürəm ki, bu günləri Avropa İttifaqı və yaxud da Avropa ölkələri bir mənalı şəkildə burada ola bilsin ki, hansısa qərarlar verəcəklər, ola bilsin ki, verə bilməyəcəklər. Amma bütövlükdə qeyd etdiyiniz kimi mən o fikirlə razıyam ki, onların nə özlərinin bir istəyi yoxdur ki, özləri bu prosesə dəstək versinlər. Nə maliyyələri o qədər artıq deyil ki, onlar Ukraynanı bundan sonra da uzun bir müddətə deməli, silahla təchiz etsinlər və yaxud da dəstəkləsinlər maddi cəhətdən. Eyni zamanda da
təbii ki, insan resursları baxımından da əskəri bir qüvvələri yoxdur ki, deməli, burada onlar dəstək versinlər. Yalnız burada ümidləri qalır ki, Rusiyanı təzyiq deməli, göstərməklə, bu aktivlərini dondurmaqla və eyni zamanda bunu o addan ki, demək, Ukraynaya bu yardımlar edilsin, Rusiyanın maliyyə vəsaitləri hesabına dondurulmuş bu vəsaitlər hesabına. Bütövlükdə bu proses mənə belə gəlir ki, o qədər də asan proses deyil. İndiki burada da bizim dostlarımız qeyd elədilər ki, o qədər də bu beynəlxalq hüquqda indiyə qədər yaxın zamanlarda ən azından mən belə bir şey görməmişəm. Sadəcə olaraq bunu gündəmə gətirməklə bəlkə də Rusiya ilə Ukrayna arasında yaxında ABŞ tərəfindən təzyiq olunan o sülh sazişinin imzalanmasını ləngitmək və yaxud da ki, hansısa bir formada onu gündəmdən çıxarıb bu məsələni gündəmə gətirmək, Avropa İttifaqı sanki mən də varam bir prinsipinə, biz əsas güc mərkəzi prinsipinə çıxış edərək yenidən Ukraynanı deməli, savaşdan çəkilməməyə və yaxud da ki, bu münaqişəni, müharibəni daha da qızışdırmağa sərf olunan bir məsələdir əslində, qüvvədir və düşünmürəm ki, bu Rusiyanın hər hansı bir formada dayandıracaq onun aktivlərinin doldurulması. Əlbəttə ki, uzun bir müddət bu proses davam eləyərsə, ola bilsin ki, hansısa sonda bir nəticə əldə olunacaq, amma bugün üçün hələ biz görürük ki, Rusiyanın silah cəhətdən də, əskəri qüvvə cəhətdən də o qədər də tam tükənməyib, tükənmiş vəziyyətdə deyil, amma Ukraynada da, Rusiyada da biz bilirik ki, vəziyyət kifayət qədər acınacaqlıdır. Bu günləri həm iqtisadi böhran nöqteyi nəzərdən, eyni zamanda insanların əskəri qüvvələrinin tükənməsi prosesi tam baş verməsə də, amma buna doğru gedir. Amma bu açıq-aşkar Toğrul, mən sizin o fikrinizlə razıyam ki, yəni bir mənalı şəkildə Avropa yenə də hansısa bir formada bu müharibənin sülh yolu ilə hal-hazırda və yaxud da döyüşlərin dayandırılmasına yox, bilavasitə daha da qızışdırıcı bir mövqe tutur. Müharibənin uzanmasına hesablanmış bir hesablanmış bir məsələdir. Bu da əslində heç də beynəlxalq sülhə xidmət etməkdən, nə də Ukraynaya xidmət etməkdən getmir. Əslində qırılan Ukraynalılardır, ərazisi işğal olunan Ukraynalılardır, şəhərləri dağıdan Ukraynadır. Amma bunun müqabilində hansısa bir formada Rusiyanı cəzalandırmaqla və yaxud aktivlərini dondurmaqla bunun sanki bir əvəzini çıxmaq istəyir, kompensasiya bir formatında Rusiyanın öz əli ilə bunu etmək istəyir. Amma bütövlükdə Avropanın bu günləri əsas məsələsi qarşısında duran hədəf ondan ibarət olmalıdır ki, bu münaqişədə birinci atəşkəsə nail olmaq və buna necə nail olmaq lazımdır və ikinci bir tərəfdən necə etmək lazımdır ki, burada kompromis bir variant tapılsın. Ukraynada demək olar ki, işğal vəziyyətinə məruz qalmasın, Rusiya da bu iddialarından əl çəksin. Amma biz bunu görmürük. Avropa əslində bunu etmək əvəzinə məhz belə bir deməli xətti tutub, amma 3 gün, 5 gün lap bu artırıla da bilər, növbəti dəfədə müzakirə oluna bilər. Mən nəticədə hesab etmirəm ki, yaxın devir üçün bu aktivlərin dondurulması belə bir effektini verər. Bəli, uzaq perspektivdə bu nə vaxtsa effekt verə bilər, amma bugün üçün mən bunu düşünmürəm ki, belə bir effekt olacaq. Avropa dedikdə, yəni burada kollektiv Avropa iştirak etmir. Faktiki olaraq onun adından danışan kimdir? Berlindir, Parisdir, bir də Londondur əsasən. Yəni bu üçlük demək olar ki, o birincilik məsələsini özlərinə götürüb. Ona görə də bunlar çalışırlar digər ölkələrə də hardasa bir təsirlər göstərsinlər, onları da razılaşdırsınlar, razı salsınlar və nəhayət bu məsələyə nail olsunlar. Amma əslində bu o deməkdir ki, ən azı əgər o aktivlərdən istifadə olunacaqsa, 2 illə müharibə davam edəcək. Bəli, mən də onu demək istəyirdim ki, Toğrul müəllim, həqiqətən də budur ki, bunun hələ hüquqi bir variantları tapılana qədər, prosedurları tapılana qədər və bu aktivlərin hansı bir formada dondurulacaq, sonra bunun mexanizmi hazırlanmalıdır ki, bundan necə istifadə oluna bilər. Əlbəttə, tamamilə haqlısınız ki, bu 2 il müddətinə belə çıxır ki, onda ən azından müharibə davam eləyəcək və nə qədər insan tələfatı olacaq, nə qədər şəhərlər bundan sonra dağılacaq və o vaxta qədər də Ukraynanın vəziyyəti necə olacaq, hansı formada olacaq, bax, bu da əsas məsələ. Bir də ki, ikinci məsələ də burada ondan ibarətdir ki, yəni Ukraynaya göndərilən tranşlar, Ukraynanın aldığı yardımlardan böyük bir hissəsi demək olar ki, yuyulub. Bəli. Bu heç kəs üçün sir deyil. Ona görə də Donald Trump əvvəl bir gündən dedi ki, bu müharibəni mən yox, mənim sələfim başlayıb. Onlar bu yollarla, bu vasitələrlə xeyli sayda pulları mənimsəyiblər və mənim də borcum ondan ibarətdir ki, Amerika Birləşmiş Ştatlarına artıq mən bəzi vəsaitləri qaytarım.
Onu başa düşmək olar. Yəni, həm biznesmen kimi, həm dövlət rəhbəri kimi, həm də Amerikanın özünün büdcəsinin üzərində işləyən bir adam kimi, yəni faktiki o başa düşür, anlayır. Amma onun da sülh təşəbbüsü hələ ki baş tutmur. Baxın, indi bu məsələ elə bir tərzdə ortaya gəlib ki, digər bütün məsələlərin hamısını kölgəyə salır. Hətta sülh danışıqlarla bağlı demək olar ki, heç kəs bir şey danışmır. Hətta Trumpın səsi çıxmır. Yox, tək bircə də Ərdoğanın çıxışı oldu. 2 gün bundan qabaq yadınızdadırsa ki, Türkiyə platforması sülh danışıqlarının aparılması üçün ən uyğun məkandır. Bax, Orası elədir, amma danışıqlar üçün bir zəmin var mı indi? Yox, Xeyr, hal-hazırda Trump elə bir intriqa yaradır. Plan ətrafında gedən o müzakirələr o qədər bir qızğın müstəvidə aparıb ki, hətta tərəflər bəlkə də bir balaca yaxınlaşa bilərdilər. Bilərdilər, bəli. Amma hətta onun mövzu üzərindən belə Trumpın da səsi uzaqlaşdılar. çıxmır, belə baxanda. Yəni Trump özü bu məsələyə münasibət bildirmir. Yox, hətta Trump öz çıxışında biraz da məyusluğunu ifadə elədi. Sırf bu mövzu üzərindən. Və yeri gəlmişkən siz vəsait barədə qeyd elədiniz. Ursula von der Leyen faktiki həm vaxtı göstərdi 2026-2027. Nəticə etibarilə Avropa İttifaqının və daha sonra Avropa Komissiyasının ən azı 1-2 illik planı var. Sırf bu müharibə ilə bağlı. Onların istədiyi odur ki, müharibə dayanmasın. Bir. İkinci, 90 milyard həcmində olan məbləği də göstərdi. Bu iki. Və burada üçüncü bir element var. Bu məsələni də yaddan çıxartmayaq. Ukraynaya veriləcək vəsait faktiki olaraq Ukraynanın hərbi sənaye kompleksinin inkişaf etdirilməsinə yönəlməlidir. Söhbət kritik infrastrukturun bərpa olunması, şəhərlərin dirçəldilməsi və digər məsələ deyil. Hərbi sənaye kompleksinin potensialının artırılması. Burada da Ukraynanın, xüsusilə Zelenskinin bir fikri yadıma düşdü. Avropanın təhlükəsizlik sisteminə töhfə verə biləcək dronlarla Avropanı təmin etmək məsələsi. Baxın, o vəsait gəlir Ukraynaya. Ukrayna dron istehsalını artırır və hətta bir qismini də yönləndirir təzədən Avropaya. Avropa özünün təhlükəsizlik sistemini bir qədər də gücləndirir. Və NATO standartlarına cavab verən artilleriya deməli bombalarının da istehsal məsələsini də o da nəzərdə tutulur faktiki olaraq. Amma bir şey var. Azər müəllim, axı müharibələrdə əlbəttə ki, dronların rolu demək olar ki, müzakirə obyekti deyil. Bəli. Onlar çox vacib rol oynayır və hətta strateji üstünlük qazanmaqda çox yardımcı bir rol oynayır. Amma axı tək onlarla hər şey müəyyən olunmur. Çünki infrastruktur, hərbi infrastrukturun özünün vəziyyəti. Digər tərəfdən də siz deyirsiniz, artilleriya qurğuları və onların mərmilərinin istehsalı. Bunlar ikisi. Axı digər resurslar da var. Amma Tofiq müəllim, bu nə vaxt olacaq hələ bəlli deyil. Əslində bugün döyüş gedir, müharibə gedir. Bunlar hamısı dil şəraitdə mümkün bu elə uzaq perspektivə hesablanmış addımlardır. Yəni real döyüş meydanında Pokrovsk, Kupyansk və digər şəhərlər arasında gedən proseslər tamamilə başqa bir məsələdir. Bəli. Əslində bugün elə ona görə də ən real məsələ o idi ki, onlar bu sülh danışıqları ilə bağlı, bu döyüşlərin dayandırılması, sülhün bərqərar olunmasına çalışmalıydılar, səy göstərməliydilər və onlar düşünürlər ki, bu vasitə ilə aktivlərin dondurulması ilə Avropada hansısa bir nəticəyə nail olacaqlar. Amma şəxsən mən yaxın zamanda belə bir nəticəni görürəm. Onlar daha çox sülhə məcbur etmə elementini işə salmaq istəyirlər. Mənə belə gəlir ki, bu Rusiyanı daha da aqressivləşdirəcək. Rusiya, təbii ki, bu məsələ ilə bağlı prinsipal mövqe tutub və həm də onlar beynəlxalq arbitraja Rusiyaya müraciət edir ki, bu iş qeyri-qanunudur və həm də belə deyək də ərzə qaldırır. Bir növ öz iddiasını bildirir ki, biz də artıq tələbkarlıqla özümüz təzminat istəyəcəyik qarşı tərəflərdən. Əgər bizim aktivlərə toxunulsa, onların istifadəsi təmin olunsa, biz də onlara filan qədər, məsəl üçün, təzminat təqdim edəcəyik. Tofiq müəllim, təkcə o deyil, Moskva məhkəmələrində də işlər qaldırılıb. Rusiyada, məsələn, belə deyək də, BP-nin Rosneftdə 20%lik deməli, səhmləri var. Qərb müəssisələrinə məxsus mülkiyyətin qarşılıqlı şəkildə adekvat addım kimi əslində o prosesin əsasını qoyur və sizin qeyd etdiyiniz kimi o məntiqin davamı olaraq beynəlxalq məhkəmələrdə, yəni çox gözəl bilirlər ki, Rusiya bu addımı atacaq və gələcəkdə bu addımın atılması hədəfə kimi gətirəcək? İddia, belə deyək də, indi mən hüquq dilində deyim, iddiaçı var, bir də cavabdeh var. Cavabdeh orada Avropa İttifaqı olmayacaq, Ursula von der Leyen olmayacaq, orada Belçika hökuməti olacaq. Əlbəttə. Və Belçika hökuməti, Belçika baş naziri buna görə ona görə də uzaq görənlik eləyir və deyir ki, bilirsiniz, bu məsələ qeyri-qanunidir və həm də istəmir ki, məsuliyyət bunun üzərində qalsın. Kollektiv maraqlara xidmət edib, məsuliyyəti tək öz üzərinə götürməmək üçün
Belçika hökuməti doğru addım atır indiki mərhələdə. Amma burada başqa bir məsələ var. Tofiq müəllim, baxın, Vladimir Zelenskiyə təzyiqlər edildi. İndi burada o fikir səsləndirildi ki, Donald Trump biraz çəkilib qırağa. Mən düşünürəm ki, Donald Trump vaxt verib tərəflərə. Burada Avropa İttifaqının elə bu zamandan istifadə edib bu addımları atması da nə ilə bağlıdır? İndi öz fikrimi bildirəcəm. Vladimir Zelenskinin ən yaxın silahdaşı, Çin-Çinə onunla bir yerdə olan, nəinki müharibədən öncə belə onunla birlikdə gələn Yermak zərərsizləşdirildi. Sözün hər mənasında zərərsizləşdirildi. Amma üzr istəyirəm sizdən, deyilənə görə, yəni mətbuatda da belə bir məlumatlar sızır ki, o işdən gedib onu istifaya göndərdilər. Hətta axtarış oldu ofisində bilirsiniz, evində falan. Amma deyirlər hələ də o proseslərdə iştirak eləyir. Tofiq müəllim, hətta elə olsa belə. Zaluzhnın özü də, kənarlaşdırılsa belə. Ukraynada fəaliyyət göstərən mənzil qərargahı Amerika Birləşmiş Ştatlarının Ukraynadakı səfirliyində yerləşən NABU və SAPU adlı iki təşkilat var. Korrupsiya ilə bağlı prokurorlar orada iştirak edir, eyni zamanda korrupsiya ilə mübarizə təşkilatıdır. Bunun əsasını 2014-cü ildə Rusiya Krıma hücum etdikdən sonra 15-16-cı illərdə qərb ölkələri, o cümlədən də Amerika Birləşmiş Ştatları qoyub. Bax, o təşkilatlar Vladimir Zelenski və onun ətrafının böyük məbləğdə rüşvət alması ilə bağlı məsələlərə 1000 saatlıq dinləmə deməli onlarda var. Və bunun cəmi 100 milyonunu mesaj olaraq verdilər, 100 milyonunu açıqladılar. Üzr istəyirəm sizdən, Xəyal müəllim. Elə bu yaxınlarda yadınıza gəlirsə, Ukraynanın daxilində Kiyevdə bir qalmaqal yaşandı. Çünki Zelenski cəhd elədi ki, o iki təşkilatın fəaliyyətinə xitam versin. Bəli, verə bilmədi. Və niyə verilmədi? Çünki artıq ictimai, belə deyək, rəy, qınaq qalxdı ayağa, cəmaat ki, bilirsən nə var? Onsuz da biz ömrü boyu oliqarxların fəaliyyətinə, öz başlarına... Korrupsiya hallarına bağlı informasiya, bütün informasiya agentlikləri manşetinə çevrilir. 108 yəni, milyar... Eləyə bilmədi, istədi amma onu edə bilmədi. 108 milyar onun səsi indi çıxır. Bəli, onun səsi indi çıxır. Bax, yəni bunu deməkdə əsas məqsədim odur ki, Amerika Birləşmiş Ştatlarının və müharibədən yana olmayan qərb ölkələrinin Vladimir Zelenskiyə qarşı kifayət qədər kompromatları var. Vladimir Zelenskinin əlində əsas nədir? Deyir, Rusiya tələb edir ki, Donbasın qalan hissəsini Ukrayna boşaltmalıdır. Və bu əslində Vladimir Zelenskinin bu məsələdə haqqı var. Prezident olmasından asılı olmayaraq, indi bəziləri onu legitim prezident hesab edir, bəziləri qeyri-legitim. Hər bir halda legitim prezident olsa belə onun həmin o əraziləri boşaltmaq səlahiyyəti yoxdur. Bu ölkə qanunvericiliyinə görə konstitusiyada nəzərdə tutulub ki, referendumda keçilməlidir. Bax, bunu etməmək üçün mən düşünürəm ki, Vladimir Zelenskinin başqa bir çıxış yolu yoxdur ki, müharibə o qədər davam etsin ki, Rusiya həmin əraziləri o digər əraziləri tutsun. Tutandan sonra bizim başqa bir çarəmiz yoxdur. Biz bu razılığa gedirik. Amma Avropanın canfəşanlığı nə ilə bağlıdır? Avropa bu prosesdə kənarda qaldığını çox gözəl görür. Aşkar şəkildə görür. Oyundan kənar qalıb. Və Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trump, siz doğru qeyd etdiniz. O zamanlar silahlar verirdilər. Mən bir sıra çıxışlarım zamanı qeyd etmiş kimi o silahların heç birisi havayı verilmir. Bəzi ekspertlərimiz, hətta bəzi deputatlarımız belə qeyd edirdilər ki, yox siz nə danışırsınız, onlar yardım formasında verilir. Amma bugün bəlli oldu ki, Donald Trump dedi ki, çünki bu kapitalist dövlətdir. Həmin o silahın zavodu fərdi bir sahibkara məxsusdur. Və o sahibkar öz pulunu işləyən insanlara orada maaşlar verilir, vergilər verilir. Vergilər onlar verirlər. Ona görə Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trump, sizin də qeyd etdiyiniz kimi, Amerika Birləşmiş Ştatlarına dəymiş zərərin bir hissəsini kompensasiya etmək üçün əlvan metallarla bağlı sənədi imzalatdırdı Vladimir Zelenski uzun müddət bundan öncə. Hətta onunla bağlı Ağ Evdə onlar arasında çox ciddi mübahisə də getdi. Amma Donald Trump güzəştə getmədi. Avropa görür ki, bu prosesdə Amerika Birləşmiş Ştatları istədiyini aldı müəyyən mənada. Rusiya əraziləri aldı. Biz heç olmasa Rusiyanın dondurulmuş aktivləri ilə bağlı o prosesdə hər hansı bir uğur əldə edək və oradan Avropa İttifaqının onsuz da zəifləmiş o iqtisadiyyatı ilə bağlı hansısa bir gələcəkdə addımlar ataq. Bu məsələ bugün Avropanı addımları atmağa məcbur edib. Amma bunun yükünü Belçika üzərinə götürə bilməz. İndi Belçika neynəsin ki, vaxtında Rusiya tərəfi həmin o vəsaitləri, aktivləri Belçikaya güvənib, Belçikaya inanıb, həmin onun ərazisində yerləşdirib. O baxımdan mən düşünürəm ki, burada vəziyyət çox kritik bir səviyyəyə gəlib. İndi Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trump bu
müəyyən mənada verdiyi vaxtdan istifadə edib Venezuela ilə bağlı məsələni çürütmək istəyir, haqq hesabı çürütmək istəyir, amma hər bir halda mən düşünmürəm ki, uzun müddət bu prosesdə ara verəcək. Mən elə gəlir ki, Donald Trump indi gözləyəcək görsün ki, bu Avropa İttifaqının samiti nə ilə Bəli, bitəcək. nəticəsi Yəni nə görsün olacaq? ki, nəticə nədir? Hansı qərar üzərində dayanırlar Avropalılar? Çünki onsuz da onun onlarla artıq münasibəti pozulub Bəli. Avropalılarla. Digər tərəfdən o çox nifrətlə onlara yanaşır və hətta onları aşağılayır və deyir ki, siz milli dəyərləri də artıq pozmusunuz, nə bilim siz öz ənənələrinizdən də uzaqlaşmısınız və Ciddi s. Vance gəldi, təhqir elədi Brüsseldə, o Bəli. çıxış etdi və onların siyasətini nəinki tənqid elədi, təhqir Təhqir elədi. elədi, bəli. Pete Hegseth də, Amerika Birləşmiş Ştatları Müdafiə Naziri, NATO-nun ümumiyyətlə təhlükəsizlik mexanizmini Avropaya aid olan Marco Rubio da onları aşağılamışdı. Bəli, Yəni onlar- bütün onun nümayəndələri hamısı demək olar ki, Avropaya nifrətlə baxırlar indi. Və Avropada birisi mənim yadıma nə düşür? Mən belə bir ideyanı yadınıza salım, yəqin ki bilirsiniz bunu. Birinci Dünya müharibəsi öncəsi Almaniyanın nasistləri artıq onlar meydanda idilər. Yəni sağçılar, radikal belə ünsürlər, onlar həmişə giləygüzar eləyirdilər ki, baxın, görün dünyada nələr baş verir. Britaniya bütün dəniz və okeanları zəbt edib hökmranlıq eləyir. Bütün uzaqlarda və Bəli. elə bir vəziyyətdədir ki, onun üzərindən günəş çəkilmir. Yəni Amerikadan tutmuş da Avstraliyaya qədər, Yeni Hindistandan Zelandiyaya. üzü belə məsələn. Almaniyada Fransızlar- sualtı qayıqlar istehsalına başladı, Yox, ona görə Fransızlar Afrikanı zəbt ediblər, Bəli. orada Biz müstəmləkəlik qalmışıq. sistemi. Bizə nə qalır? Bizə deyil səmalar qalır. Biz də o səmadan bir şey ala bilmirik. Bəs biz niyə oturmuşuq? İndi bu Avropa o vəziyyətdədir. Bilirsiniz, Amerika demək olar ki, öz oyununu qurub, indi deyir ki, məsəl üçün mən daha çox Yaponiyaya, Bəli. Cənubi Koreyaya, Filipinə istinad edirəm. Hətta Vyetnamda bəlkə bizim cərgədə olsun. Amma bu da elə belə şey deyil. Çünki faktiki olaraq Trump gözəl başa düşür ki, bu günləri, sabahları bu Rusiya ilə bəlkə də münasibəti qurulur, dialoq alınır. Sonra ehtimat da qura biliblər. Hətta həmkarlıq eləmək istəyirlər, xüsusi layihələri işləmək istəyirlər. Bu öz yerində. Amma əvvəl-axır bunlar düşməndirlər. Bunlar ekzistensial rəqibdirlər. Yəni görün, Rusiya nə əhatə eləyir? Sağdan da, soldan da. Özdə Amma Avropalılar burada bir növ belə deyək də avara qalmış bir oyunçuya siz bənzəyir. Vyetnamı dediniz. Vyetnamla bir saziş bağlayıbdı ki, Bəli, Amerika bilirəm. Birləşmiş Ştatları ki, o saziş Rusiya ilə ömür boyu bağlanır. Onların Vyetnama çox böyük ümidləri var Və Amerikalıların. Vyetnamla Rusiyanın da münasibətləri bəllidir. Bu gün Vyetnamı Rusiyadan qoparacaq bir siyasət Səviyyədədirlər, yürütməkdədir. bəli, Müəllim, baxın, Rusiyanın, Vladimir Putinin gətirdiyi arqumentlər nədir? Vladimir Putin deyir ki, Sovetlər İttifaqı niyə süquta uğradı? Çünki siz kommunizmi qəbul etmirdiniz və kommunizmi qəbul etmədiyinizə görə bizi Qərb ailəsinə buraxmırdınız. Biz süquta uğradı. Soyuq müharibənin yekunu kimi Mikhail Gorbaçov kommunizmin, Sovet İttifaqının süquta uğratdılar ona görə ki, bu dəyərləri biz qəbul etmirik. Və ondan sonra Vladimir Putin deyir ki, yenə də bizi Qərb ailəsinə qəbul etmir. Bax, ən son çıxışlarında nə dedi? Biz görürük ki, bizi heç vaxt Qərb ailəsinə qəbul etməyəcəklər. O baxımdan indi bu proses yekun əgər indiki səviyyədə, indiki vəziyyətdə bitəcəksə, bu NATO-nun parçalanması deməkdir. NATO necə ki, Sovetlər İttifaqı süquta uğradıqdan sonra Fultonda çıxış zamanı NATO'nun yaradılmasının əsas məqsədi nə idi? Sovetlər İttifaqını süquta uğramaq. Süquta uğradı, amma NATO nə elədi? NATO dayanmadı. Qaldı. Əksinə, Özünü buraxmadı. genişlənmə Bəli, prosesi genişlənmə gətirir. O prosesi. genişlənmə prosesinin ən son mərhələsi Ukrayna vasitəsilə olmalıydı. Nəticə də bəllidir və bu prosesdə əgər Rusiya vəziyyətdən bu şəkildə çıxacaqsa, artıq Rusiyanın genişlənmə prosesi başlayacaq və NATO-dan dövlətlərin çıxmasının biz şahidi, hətta NATO parçalanmasa belə. Çünki faktiki olaraq NATO-nun təhlükəsizlik qarantiyası demək olar ki, yoxdur. Və təhlükəsizlik çətiri deşilmiş Yox, NATO ya buraxılmalıdır. Xəyal mənim, Rusiya-Ukrayna müharibəsi fonunda NATO-dan heç kəs çıxmayacaqdır. Rusiya-Ukrayna müharibəsindən sonra ehtimal oluna bilər ki, ən kritik dövrünü yaşayır. Bəli, şübhəsiz. Baxın, görün nə dərəcədə özünü aciz şəkildə parçalanmalıdır. Mark Rutte özünü necə aciz bir şəkildə ifadə edir. İndi Donald Trump'ın Tofiq müəllim, bəli doğru qeyd edirsiniz. Donald Trump'ın arqumenti nədir? NATO'dan sonra nə olacaqsa bu müharibədən sonra yeni NATO'dan başqa fərqli bir təşkilat yaransın və həmin o təşkilata Rusiya da daxil edilsin. Nə məqsədlə? Çini zəiflətmək, Çini məğlubiyyətə uğratmaq məqsədlə. Bax, Donald Trump'ın böyük planı bununla bağlıdır. Amma Avropa bunu qəbul etmir, çünki Avropa Rusiyanı özünə həmişə təhdid hesab edir. Başda Böyük Britaniya olmalı. Avropa həm də Çinlə çox yaxşı münasibət
münasibətlərə Yeri qatılır. gəlmişkən, Avropa bunu qəbul etməsə də Çin bunu çox gözəl bilir. Bəli. Ona görə də bax Çinlə Avropa arasında son zamanlar olan münasibətlər siyasi dialoq və hətta imzalanan sənədlər üzərində Elə Amerika Birləşmiş Ştatları ilə Avropa arasında da fikir ayrılığı məhz bu məsələdədir. Bu məsələ, bəli. O, yəni Çinə münasibətdə olan məsələ. Tofiq müəllim, mən düşünürəm ki, bizim müzakirəmizdə bir faktı biz qeyd eləməliyik ki, görünən ondan ibarətdir ki, Rusiya-Ukrayna müharibəsi bu yaxın zamanda başa çatması hiss olunmur. Ona görə Problematikdir, əlbəttə. Bəli, ona görə ki, nə qədər bu məsələlər olsa da, sülh prosesi ilə bağlı addımlar atır, tutaq ki, ABŞ və yaxud da Avropa İttifaqına daxil olan ölkələr səy göstərmiş kimi görünsələr də, faktik olaraq bu münaqişədə hər iki tərəfin hələ ki gücü var. Həm Ukraynanın, həm Rusiyanın bu müharibəni davam etdirmək istəyindədirlər. Bu bunu görünür açıq-aşkar və onları indiki bir vəziyyətdə, hazırki bir vəziyyətdə digər mexanizmlər işlənilməsə, ciddi bir məsələlər ortaya qoyulmasa, bu müharibənin açıq-aydın görünür ki, uzanması labüddür və bu da 2026-cı ildə davam olunacaq. Mənə elə gəlir ki, Ukraynanın yeri gəlmişkən, yəni müharibəni uğurlu şəkildə davam etmə ehtimalları çox yüksək deyil. Əksinə, ona görə də Avropa özünü öldürür, çalışır, nə bilim, çabalayır, dəridən qabıqdan çıxır ki, nəyin bahasına olursa olsun Ukraynaya kömək versin, onun maliyyə dəstəyini təmin etsin ki, Ukraynilər vuruşsunlar. İndi Mertzdir, nə bilim, Ursula von der Leyen'dir, kimlərdir, bunlar həqiqətən də real vəziyyəti düzgün qiymətləndirə bilmirlər. Ona görə də elə proqramımızın əvvəlində mən qeyd elədim ki, əgər özündə əmin deyilsənsə, müharibəyə qatılma, girmə müharibəyə. Amma bunlar indi bəyəm özlərinə əmindirlər ki, Ukraynaya belə ürəkdilək verirlər, ruh verirlər, çalışırlar onu belə deyək də, canlı bir şəkildə saxlasınlar ki, sən da vuruş, biz sənin arxanda dayanmışıq. Amma bunlar hamısı hələ ki vədlərdir. Yəni, konkret olaraq elə bir konturlar yoxdur ki, deyək, bəli, artıq Zelenski, indi hər halda siz demişkən, həm istəyir prezidentdir, istəyir prezident deyil, amma hər halda liderdir. Yəni, səlahiyyəti qutarmış liderdir. Qutarsa da fövqəladə vəziyyətdə keçirilmiş. Bəli, amma o da hiss edir ki, bəli, vəziyyət çox kövrək. Yəni, əmin deyil ki, o, birincisi bu imkanları əldə etdikdən sonra hələ müharibənin gedişatı necə olacaq? Çünki bəlli deyil, Rusiya hansı taktikadan istifadə edəcək. Odur ki, ən yaxşı variant odur ki, sülh danışıqları indi artıq yenidən gündəmə gəlsin. Çünki heç olmasa atəşkəsə nail olunsun. Atəşkəsə nail olsunlar. Humanitar proses başlasın, əsirlərin mübadiləsiz. Humanitar sahədə heç olmasa bir yüngüllük əmələ gəlsin. Çünki 2-3 gün əvvəl artıq belə bir informasiya getdi ki, Kiyevlə Moskvanın belə deyək, yanaşmalarına bir qədər yaxınlaşma var. Və humanitar sahədə proses olduğu təqdirdə etimad quruculuğu da əlbəttə ola bilər. Meydana gəlir. Amma mənə elə gəlir ki, məhz o xırda işarətləri görən Avropalılar istəmirlər ki, qətiyyən o proses geniş vüsət alsın. Bu qədər. Çox sağ olun, hörmətli qonaqlar. Minnətdaram iştirakınıza və fikirlərinizə görə. Mən də başa düşürəm ki, hamımız üçün bu məsələ maraqlıdır və əlbəttə ki, biz gərək hamımız müşahidə qabiliyyətimizi gücləndirək. Çünki çox maraqlı və mən deyirdim, iti bir süjetin biz şahidləriyik. Bu günlük bu qədər. Salamat qalın, efirdə görüşənədək.